Ermənistan Xarici İşlər Naziri Ararat Mirzoyan Brüsselə işgüzar səfəri çərçivəsində Avropa İttifaqının xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Kaja Kallasla görüşüb. Söhbət zamanı Azərbaycan və Ermənistan arasında sülh sazişinin imzalanması və dövlətlər arası əlaqələrin qurulması məsələləri də müzakirə edilib. Mirzoyan qeyd edib ki, Ermənistan sülh sazişini imzalamağa hazırdır. İrəvanın davranışlarının sülhə xidmət etmədiyini deyən ekspertlər isə hesab edirlər ki, prosesin ləngiməsinə görə Paşinyan hökuməti məsuliyyət daşıyır. Qonşuluq münasibətlərində gərginliyin qalmasının əsas səbəbi sülh müqaviləsinin hələ də imzalanmamasıdır. Xalqlar sülhə ümid edir. Amma Ermənistan hökuməti populist yanaşması ilə prosesi ləngidir. Paşinyan gah qərbə, gah şərqə yönəlir. Açıq şəkildə görünür ki, özünə xalq qazanmağa çalışır. Amma anlamır ki, Avropa İttifaqına arxalanmaqla heç nəyi həll etmir. Çünki Avropanın enerji təhlükəsizliyi Azərbaycandan asılıdır. Əsas məram, məqsəd Ermənistan konstitusiyasında Azərbaycanın ərazi bütövlüyünə olan iddia və o maddənin aradan götürülməsi ilə bağlıdır. Bunu Kaja Kallas da dərk eləyir, bunu Avropa İttifaqında oturan bütün o məmurlar da dərk eləyir. Buna görə də Ararat Mirzoyan belə açıqlama verə bilər. Lakin Avropa birmənalı şəkildə öz mövqeyini ortaya qoymalıdır və konkret olaraq göstərməlidir ki, məhz bu müqavilənin imzalanmasına mane törədən əsas səbəblər və problemlər nədən ibarətdir?